Mart ayının 29'unda Quba rayonuna yağan leysan yağışlar bir sıra fəsadlara səbəb olub. Xanagah kəndində Cağacıq çayına gələn sel suları körpünü yararsız vəziyyətə salıb. Nəticədə kəndin bir hissəsi ilə əlaqə kəsilib. 1991-ci ildə ağac körpü var idi burada. Mənim cüt balalarımı su aparıb. Bir qız, bir oğlan. Oğlan 2-də oxuyurdu, qız 1-də oxuyurdu. Mənim özümə bu hadisə olub. Arzulamıram ki, bir dana ana üçün olsun. Su düşür orada. Evləri aparır. Bu yandan belə. Bax yine nə cür yoldur. Bizə körpü lazımdır. İri körpü olsun. Biz üçün maşın yolu olsun. Bu birinci dəfə deyil, neçə dəfələrləndir bu çay 2 nəfər uşağı da məktəbli uşağı su apardı faciəli şəkildə. Xahiş edirik aidiyyəti orqanlardan bizi nəzərə alsınlar, belə olmaz. Heç olmasa bu qaydada bir dənə də kanal o tərəfdə keçid qoyulmalıdır ki, bu su geçsin. Bu sığışmır bu su bura. Mümkün değil bu suyun bura sığışmağı. Avtomobil yolu tamamilə kəsilib. Hamımız yolda köprülərə su aparır. Mənim də evim o taydadır. Yürüyüb keçmək o tərəfə. Hələ o tərəfə keçər, heç yarım saat keçmədi. Yürüdük, daha da gücləndi şey. Mənim buradan 100 dənə ağacımı aparıb. Qoz ağaclarımı aparıb. O ağaclar boyda. Şəhərə gedə bilmirik. Şəhərdən biz onumuza, çayımıza bu tərəfə keçidə bilmirik. Aşağıdan da yol yoxdur, buradan da yoxdur. 100-dən çox adam olar burada, sakin var. Evlər də çoxdur. Ancaq taxtalı körpülər qoyublar bura. Ancaq onun üstündən keçib gəlirik. Adam qorxur oradan keçməyə. Bir adamın ayağı sürüşdü, hamısı su içindədir. Həmin çay dağlıq ərazidən gəldiyi üçün çox güclü sel olur və onun qarşısında həmin körpülərin dayanması tab getirmək qeyri-mümkündür. Quba rayon İcra Hakimiyyətinin Fövqəladə Hallar Komissiyasının sədri üzvlərlə bir yerdə həmin körpülərin hamısına ziyan deyib baxış keçirmişlər yerli icra nümayəndələri ilə birlikdə və onları cəmaatdan söhbətlər aparmışlar və onlara bildirilib ki, həmin körpülərin yanında ya su ötürücü, ya əlavə körpünün quraşdırılması məqsədə müvafiqdir.